Salam əziz dostlar. Kuatsakalkos şəhərindəyik. İndi sözün düz deyə bilmirəm. Kuatsakalkos deyirlər, nətər deyirlər? Dəqiq deyə bilmirəm. Deməli, iş yoldaşım Arianadır, Argentinadandır, rəqqasədir. Bir yerdə gedirik idman eləməyə, trenajör zalına gedirik. İndi mən bilmirəm. Ariana, what's city name? Coatzacoalcos, Mexico. O düzünü o dedi. Mən deyə bilmirəm o sözü. Video çəkəcəm sizə. Elə həm maraqlıdır. Bizim qaldığımız bu şəhərdə qalırıq. Elə maraqlı bir yerdir də bir sözlə. Bu başqa şəhərdir. Veracruz deyil. Veracruzdan çıxmışıq, gəlmişik. İndi başqa şəhərdəyik. Sağ olsun Ariana'dakı idmanı sevir. Ariana ilə gedirik zalı dağıtmağa. I don't understand. No entiendo nada. No entiendo. No entiendo. You go fitness. Okay, Power. fitness power. Si. Yes. Fit team. Si. Ariana Maradona'nın yerlisidir. Messi City. Messi. Messi City. Rosario. De Rosario. Messi'nin yerlisidir. Yəni Messi'nin yaşadığı şəhərdə yaşayır. Güzel. Bir sözlə videonu çəkəcəm indi. Buranı da çəkək göstərək. Gördüyünüz kimi belə bir yerdir. Buranı bir suyun bir susarı oxşadıram Akapenə. Bayılda Akapen deyilən yer var. Özüm ölüm ora oxşadıram buranı. Belə bir yerdir. Maraqlı. Qamışlıqlar. Düzdür, biraz səliqəsizdir. Hələ ki gedirik. Görək başımıza nə gəlir, necə zaldır, nətərdir. Yıxılmışdım az qala. Deməli gedirik dostlar. Belə bir yerdir. Qəşəng yaşıllıqdır olmağına. Amma qamışlar çoxdur da burada. Elə dünən axşam gələndə ağacın altında 2 dəqiqə dayandım, ağacı qənətlər mənə deşik elədi ayağıma. Belə bir yerdir. Binalardır burada, 3 mərtəbəli binalardır. Deyirlər ki, gecə vaxtı çox təhlükəlidir bu şəhər. Bu arada dostlar, Ariana Argentinada yaşayır, amma əsli kökü İtalyalıdır. İtalyan əsillidir. Yəni Latin Amerikan deyil. Nənəsi İtalyalıdır. Ariana pişikləri xoşladığına görə yolda pişiyi gördü. Dedim mən biraz pişiklə oynamaq istəyirəm. Dedim oyna. I love cats. Gato. Ay Dios, te amo. I love him. Ay Dios. And Kato love you. Yes. Ariana love Kato, Kato love Ariana. Deyəsən idman zalı buradır. Nəsə dostlar, gəldi bu zal bağlı olduğuna görə Ariana ilə gedirik başqa zala. Ariana, let's go. Let's go. Let's go. No. Aha. No, it's okay. Belə ağaclar var dostlar burada. Bilmirəm, qəşəng gülləri olur. Bizdə həyətdə pırnıq ağacı, xurma ağacı olan kimi bunlarda da həyətdə mango ağacı satılır. Belədir. Amma çox səliqəsiz yerlərdir də, yəni onu da sizə deyim. Yəni bu dəqiqə Azərbaycanın kəndlərində olan səliqə buradan çoxdur. Hələ kəndləri deyirəm, rayonları demirəm.
Ayaqlarım ağrır. İndi Mariana göstərəcək onu necə etmək lazımdır. Köpək oyun qızı elə bir rezindir. Yox, mən bunu eləyə bilmirəm. Mən gimnastik hərəkətləri bacarmıram. Mənim sferam deyil. Amma deyir ki, bunu eləmək yaxşıdır. Məşqdən sonra travmanın qarşısını alır. Məndə də ki, 3 dənə yırtıq beldə və qalanını demirəm. Bütün katalizator, qurşitel hamısı dağılıb da. Deməli, əziz dostlar, Ariana ilə çıxdıq idman zalından, indi gəlmişik böyük marketə alış-veriş eləməyə. Çəkib göstərəcəm. Gördüyünüz kimi dostlar, böyük bir marketdir. Bu da Ariana. Sağ olsun. Salıb məni yanına aparır. Yoxsa beləncəsinə mən buradan baş çıxarda bilmərəm. Taksi şoferləri məsələn görəndə ki, başqa vətəndaşla xaricisən, qiyməti baha deyirlər. Həm də çox çətindir dil bilməyərək Meksikada ümumiyyətlə yaşamaq. Sumkalarımız olduğuna görə sumka ilə giriş qadağandır. Sumkaları bura təhvil verəcəyik. Sí, una consulta por el tema de las billeteras y eso las sacamos ya para pagar. O podemos buscar la mochila antes de pagar. Ok. Ok. Nəsə sumkanı təhvil verdik, gedirik indi alış-veriş eləməyə. Gedək görək nə var, nə yox. Yeməklərdir burada hazır. Pollo preparado. Ay good. Toyuq göstərir. İstəyirəm deyəm ki, o toyuq nədir ki? Ondan da yaxşı toyuqlar mən pişirməyə bacarıram. Bunlar hələ Azərbaycan mətbəxini görməyiblər. Ya qaqanız bir dəfə yemək pişirsə görəcəklər. Back. Deməli dostlar, balıqlar var burada 74 pesoya. Bunun kilosu 249 pesodur. Təmizlənmiş krevetka. Aquí no me salen más que como 350 gramos. El resto lo tengo congelado. Solo sacamos en la mañana para... Dostum 90 peso verdik. Bunu aldıq 350 qramdır. Krevetkadır təmizlənmiş. Balıqlar var, qəşəng. Sonra beləncəsinə kolpası yoxşayan şeylər var. Və bilmirəm nə ətdir, ona görə almıram. Donuz ətinə oxşayır. Ətlərdir, donuz ətinə oxşayır. Və nəhayət gəldik, toyuq ətini tapdıq. İndi toyuq ət alacağıq. Toyuq ətlərdir, burada da var. 74 pesoya. Nə desəm var da dostlar. Hangisiz? Toyuq əti məhsulları. Nəsə aldıq. Əsas bizə çəkilmiş mal əti, toyuq ətini almışıq, indi gedirik. Burada o qədər böyükdür ki, adam düşərik burada. Belə maraqlı dəniz məhsulları var, heç bilmirəm. Və nəhayət ki, qara çay tapdıq, Tenegro. Çox ləzzətlidir. Burada hər dükanda olmur, ancaq böyük marketlərdə olur. Burada çaylardır. Cürbəcür çaylar satılır. Əsas yaşıl çaydır burada.
Çeyniklər. Galletitas. Qaşetitas. Gallet. Hola, ma. 64 peso, bueno, 75 çok peso. bello. Bu çeynlər çox bahadır burada, Azərbaycana baxanda. Amma dadı keyfiyyətlidir də. And my dog. Look, my Taksidəyik, gedirik. Oh, my father. Ay, no internet. Gedirik evə, taksi ilə. You daddy? My daddy. Maza fazer. Eh? Grandpa. No, father and mother. Ah, But father and is no internet here. Yes, this is not internet. No. No internet. Gedirik dostlar evə. Əgər maraqlı videolar istəyirsinizsə, kanala like qoyun, abunə olun. İndi bu şəhərdə də nə maraqlı videolar olsa çəkib paylaşacağam. Hələlik.